Deməli, axşam internetdə gəzən vaxt bir dənə görüm pi günüdür. Biz də bugün pi haqqında danışmasaq ayıb olar. Biz danışmayacaq da kim danışacaq? Gəlin görək nədir bu pi? Bir dənə çevrə götürək. Lövhəmizin üstündə elə bir it boğuşub. Amma fərq eləməz, biz bugün bunu yazacaq. Yəni çevrə götürək. Bu nə qədər çevrə oldu belə? Deməli, bunun uzunluğuna bir L deyək. Radiusuna da bir R deyək. Bu şəkildə. Elin 2-yə olan nisbəti bizə pi-ni verəcək. Çoxumuz bunu bilir. Bunu dedik. Bəs yaxşı, bu doğrudanmı bütün çevrələr üçün ödəyirmi? Buna baxmaq lazımdır. Bu çevrə üçün deyək ki, ödədi. Bu şəkildədir. L-ni 2-yə böldüm, bir pi sayısına bərabər oldu. Doğrudan da bir başqa çevrə götürsəm bu şəkildə. Bunun da radiusuna. Şimdi bunlar qarışıq düşməsin deyə buna bir L1, buna da bir R1 deyim. Buna da bir uzunluğuna L2 deyək, radiusuna da bir R2 deyək. Doğrudan da L2'nin 2R2 olan nisbəti bizə pi-ni verəcəkmi? Eyni bir sayı verəcəkmi? Burada çevrələri dəyişdirdim. Radius fərqli, uzunluq fərqli. Eyni şəkildə radius fərqli, uzunluq fərqli. Doğrudan da uzunluğun L1'in 2R1'e olan nisbəti bərabərdirmi? Gəlin buradan yazaq. L1'in 2R1'e olan nisbəti bərabərdirmi? L2'nin 2R2'ye olan nisbətinə. Bunu göstərək. İndi burada başqa bir çevrə çəkeyim. Bu şəkildə bir çevrə çəkeyim. Öyle edirəm ki, çevrə biraz oxşad elə bil. Okeydir. Bu ixtiyari bir çevrə olsun. Diğerlerinden fərqi olsun. Eğer ixtiyari bir çevrə üzərində göstərsəm, onunla deyəcəm ki, hə, bunlar üzərində də tətbiq eləsəm yeni bir şey alacağım. Fərq eləməz. Bunlar da doğru olacaq. Amma birinci bunu göstərmək lazımdır. Necə göstərəcəm? Biz çevrənin ümumiyyətlə uzunluğuna necə tapa bilərik? Bir yaxınlaşımda bulunsaq necə bir şey eləyə bilərik? Bura bir kvadrat çəksəm bu çevrənin içinə. Bu şəkildə bir kvadrat çəksəm. Bu kvadrat çəkdim. Bir də bir 5 bucaqlı çəkəcəm. Bu şəkildə bir yenə kvadrat oldu. Sanki bu tərəfi də çəkdim, bu tərəfi də çəkdim. Bu şəkildə bir 5 bucaqlım olsun. Şəkilə çox fikir verməyin. Siz kontenta baxın. Bir 5 bucaqlı çəkdim. Bir 6 bucaqlı çəkək. Buradan bu şəkil 2, 3, 4, 5, bu da olsun 6. Biraz qarşılıqlı düşdü elə bil, amma okeydir. Baxın, mən bucaq sayımı böyütdükcə 6 bucaq, 7 bucaq, 8 bucaq böyütdükcə bu bucaqlar nə olur? Getdikcə çevrəyə yaxınlaşırmı? Bu şəkildə. Getdikcə hamısı bir çevrəyə yaxınlaşır da. Əgər mən burada bir n bucaqlı çəksəm, hansı ki n'i də sonsuza götürsəm, bu nə olacaq? Çəkəcəyim çox bucaqlı çevrənin uzunluğuna, hətta çevrəyə oxşamağa başlayacaq. O zaman eğer çəkəcəyim bu n bucaqlının uzunluğunu tapa bilsəm, o zaman çevrənin də uzunluğuna yaxınlaşmış olaram. Gəlin onu tapaq. Onu da başqa bir çevrə üzərində tapaq. Bu qıraqdan bir çevrə çəkəcəm. Artıq məntiqi başa düşdük. Necə bir şey olacaq. Bunu çəkək buradan. Mərkəzini qeyd edək. Təsəvvür eləyək ki, bu hissəni indi böyük çəkəcəm. Düşünək ki, bu hissələr ta engen şəklində bölünüb. Burası, belə sonsuza kimi bölmüşəm. Daha doğrusu sonsuza gedən bir n bucaqlı çəkmişəm bura. Bu da onun bir tərəfidir düşünək ki. Əgər bura bir alfa desəm və bu hər tərəfi n dəfə bölmüşəm deyə, bunun da kuruk boyu 360 derecede. O zaman alfa ne olacak? 360 bölünsün n olacak. Okay. Bu üç bucağı çıkartıp burada çeksem. Hansı ki buralara r demiştim. Aynı şekilde buradakilerde. Burada bir alfa diyeceğim. Alfamız nedir? 360 derece bölünsün n idi. Bura alfanın yerini silip böyle 360 ya da karşılık düşmesin. Bura alfa kalsın hele ki.
İndi bu uzunluğu tapmaq istəsəm necə tapacağım? Buradan bura bir hündürlük çəkərəm. Bura bir A deyərəm. A nəyə bərabər olacaq? R vurulsun. Buradaki bucağın sinüsünü. Buradaki bucaq nədir? Bura həm hündürlükdür, bərabər tərəfli olduğu üçün, daha doğrusu bərabər yanlı olduğu üçün də, həm də ki nə oldu? Mediandır. Həm də ki tən böləndir eyni şəkildə. O zaman tən böləndirsə 180 böl n bura qalır, 180 böl n bura qalır. Dərəcə olaraq yazaq. Burası nə oldu? 180 böl n. O zaman yazacağım 180 böl n'in sinüs alfasını. Sinüsünü daha doğrusu. Bunu əldə elədim bu şəkildə. Ha, bu mənə nə verəcək? Bu da, bura A demişəmsə, burada A'dır da. Toplam 2A'dır. 2 vurulsun. R sinüs 180 böl n olacaq buranın uzunluğu. İndi mən buranın uzunluğunu tapdım. Ne oldu buranın uzunluğu? 2 vurulsun. R 180 böl n'in sinüsü. Düzdür mü? İndi mən buraları bu şekilde bölmüştüm. Ta n dəfə bölmüştüm. Hansı ki n'i de ben sonsuzluğa götürmüştüm ki bu çevreye oxşasın çəkdiyim engen. N tərəfə bölmüşəmsə, eğer onda bunun bir tərəfi 2R sinüs 180 böl n ise, o zaman bunu da n'e vursam mənə toplam çevrəni verəcək mi? Verəcək. O zaman alttan səliqəli yazım. L neye beraber olacaq? N vurulsun 2R sinüs 180 derece böl n'e beraber olmuş olacak. Burada da hansı ki n'imizin ve burada limiti unuttuk. Limit siz bu ifade yalan olacak. Eğer burada n'yi sonsuzluğa aparmıramsa bu çəkəcəyim şeyler mənasız, hansı ki heç yaxınlaşmaya bilər. Yaxınlaşması üçün bu uzunluq çevrənin uzunluğuna mütləqdir ki mən n'imi sonsuzluğa aparım. Bu şekilde apardım. Okey. Buradaki R'miz n'den təsirlənir mi? Təsirlənməyəcək. Çünkü buradaki bütün hamısı R'dir sabit olarak. O zaman 2R'mi şöyle atabilirim de. L beraber olacak neye? 2R vurulsun limit n sonsuzluğa giden zaman n vurulsun sinüs 180 derece bölünsün n. Burada her tarafta 2R bölsem ne kalacak elimde? L bölünsün 2R beraber olacak limit n giden de sonsuzluğa n vurulsun sinüs 180 bölünsün n derece. Okey. Buradan da ne göreceğiz? Limitimiz n sonsuzluğa giden zaman n vurulsun sinüs 180 bölende bir de bir sabiti verecek mi? Ədədi verecek mi? Verecek. Buna da bir pi ədədi deyirik. O zaman bunu ixtiyari bir çevrede gösterdi. Hansı ki bunun pi'ye beraber olduğunu. Biz burada n'in yerine kıymetler vererek pi'ni tapa bilərik. Hansı ki n'e ne kadar yüksek kıymetler versək, pi'ye de o kadar yaxınlaşmış olacak. Eğer biz burada deyək ki n'e 100 derece versək, ne olacak? Burası olacak sinüs 1.8. Sinüs 1.8'de ne olacak? Səhv etməsəm 0.0 314 17 belə bir şey alacaq. Kalkulyatora hesablattırmışdım. Bu şekilde alacaq. Onu da elimize ne vermiştim? 100 vermiştim. 100'e vurduğum zaman ne olacak? Vurulsun 100 beraber olacak 3 tam %14 17 bu şekilde gelecek. Bu tabii ki daha yaxınlaşmaq istəyiriksə pi'ye daha büyük qiymətlər verə bilərik. Bu sonsuza kadar verə bilərik. Bunun sonu yoktur. Ona göre de deyirik ki pi içerisinde bütün sayıları içerir. Hansı ki buna bizim ad günlerimiz, özel gün tarihleri, ne bileyim ne deseniz var burada da. Ne yoktu ki. Okey. Pi'miz de bu şekildeydi. Herkesin de pi günü mübarek olsun. Riyaziyatçılar için önemli bir gün idi.